Salam dəyərli müəllimlər və müəllimliyə hazırlaşan namizədlər. Bugün mən sizə Azərbaycan dili fənnindən MİQ imtahanında istifadə olunan bir qəbul sualından izahını vermiş olacağam. Öncəliklə deyim ki, sual çətin sual deyil, kifayət qədər rahat və istənilən testdə işləyəcəyimiz tiplərdəndir və qəbulata rahat sual olaraq düşmüşdü. Amma yenə də hansı formatda suallar düşüb, onlarla bağlı tanış olmaq üçün sualın izahına baxmış olaq. O suyu yeməkdən əvvəl içir. Burada siz köçürəcəyimiz iki məsələ var, bilirsiniz ki, bir o əvəzliyidir, bir də içir feilidir. Ümumiyyətlə, suallara yanaşma şəklimiz fərqli olmalıdır ki, bu tip bir cümlə sənə təqdim olunursa, səndən nə soruşula bilər? Sən variantlara keçməmişdən əvvəl köçürməlisən ki, odan sonra vergül qoyulmayıb və şərtdə bunu tələb eləmir səndən və içir feili də ikinci təhlildə cəlb oluna bilən feildir. Yəni, sən burada iç sözün kökü iri leksik də götürə bilirsən, qrammatik də götürə bilərsən. Yəni, ayrılıqda, hal-hazırki cümlədə baxmış olacaq ona. Odan sonra vergül qoya da bilərsən, qoymaya da bilərsən. Amma şərtdə sənə tələb olunmayıb, vergül buraxılıb və yaxud da ki, verilir. Belə bir tələb qoyulmayıb deyə, sən suala bir şəkildə yanaşmış olacaqsan, o vergülünə bir şəkildə yanaşacaqsan. Yəni, burada həm vergülün olub-olmama vəziyyətinə yox, konkret olaraq vergül yoxdur. Vergül yoxdursa, deməli, bu işarə vəziyyəti kimi çıxış edib. İşarə vəziyyəti isə, deməli, bu cümlənin mübtədası buraxılıb. Aha, deməli, indi variantda olaraq qəbulda daha asan vermişdilər. Mən baxdım suala, variant olaraq daha rahat vermişdilər. Bunu mürəkkəbləşdirib daha yaxşı səviyyədə təqdim edə bilərdilər. Məsələn, o vəziyyət dedik ki, burada işarə vəziyyəti olaraq çıxış edib və özünə sonra üçüncü vergül qoymayıb və mübtəda vəzifəsində çıxış etmiş olmayacaq. Məsələn, bu sualı gətirib mürəkkəb cümlənin içərisində qarışdırıb verə bilərdik ki, məsələn, deyirəm, mübtəda budaq cümləsindən bağlı, təyin budaq cümləsindən bağlı gətirib qəşəng sual olaraq vermiş olardı. İçir feilindən də bağlı dediyimiz kimi, o suyu yeməkdən əvvəl içir. Yəni, əli, şəffaf suyu yeməkdən əvvəl içir. O işarə əvəzi olaraq şəffaf sifətini, hər hansısa bir sifəti əvəz edib. İnkar şəkilcisi artır, əli suyu içir, əli suyu içməyir. Mən bunu həmişə izah olaraq açılış formasında yazıram belə içməyə şəklində. Onda sən belə nəticəyə gəlirsən ki, iç sözün kökü il şəkilçisi qrammatikdir. Çünki müamil inkar şəkilçisini ildən əvvəl hardırıbsan. Məsələ bununla bağlıdır. Yəni, ilin qrammatik olduğunu müəyyənləşdirdim. Ondan sonra vergül olmur. İşarə əvəzi olduğunu müəyyənləşdirdim. Məsələ ortaya çıxmış oldu. Burada bir dənə də çaşdırıcı vəziyyət budur ki, yeməkdən sözüdür. Məslərə bənzəmiş olur, məslərə bənzəyir və elə bilirsən ki, əvvəlində gələn sözü tərkibin içərisində daxil eləmiş olur, amma elə deyil. Sən bunu tapmaq qaydanı necə tapmış olacaqsan? İçir feilinə əsasən içir, kim, əli. Nəyi içir? Suyu. Suyu sözü avtomatik olaraq tamamlıq olurmu xəbər əsasında? Aha, yəni sintaktik əlaqəyə gəlir, idarə əlaqəsi kimi çıxış etmiş olur. Onda sən o sözün rahatlıqla təyin kimi götürmüş olacaqsan. Yəni, burada o əvəzin təyin olub olmama məsələsi mübahisə yaradan məsələlərdən deyildir. Yəni, rahat bir sual olaraq düşmüşdür. Bir də nəzərinizə çatdırıram ki, sentyabr ayı üzrə qruplarımızda qeydiyyat davam eləmiş olur. İndidən avqust ayı üçün qeydiyyatdan keçərək sentyabrda endirimli qiymətlərdən yararlana bilərsiniz. Həqiqətən bu, bilirsiniz, biraz şablon, reklam xarakteri daşımasına baxmayaraq, biri var ki, sən sentyabr ayında, avqust ayında müraciət eləmiş olursan, sentyabr ayında qoşulursan, bir ay tez qoşulursan və il boyunca o tez qoşulmaq hardasa ortalama 10 aylıq hazırlıq müddətində sən 30 manatlar aşağı belə deyim də, endirimlə yararlanmış olursan, il ərzində baxanda 300 manata yaxın pul eləmiş olur ki, vaxtında bunu dəyərləndirməyə çalışın və dərslərə qoşulmaq üçün də əlaqə nömrəsi burada qeyd olunur və videonun aşağı hissəsində də əlaqə nömrəsi qeyd olunacaq, əlaqə saxlaya bilərsiniz. Uğurlar arzulayıram.